Bismillah, elhamdülillah və salatu və selamu alə mən la nəbiyyə bə'də. Dəyərli qardaşlarım, əgər bir Quran hafizindən soruşsan, sənin ən böyük nailiyyətin nədir? O, çox vaxt sadə, amma qəlbi titrədən bir cavab verər. Allahın kitabını öyrənmək və onu qəlbimdə qorumaq. Çünki onun üçün Quran sadəcə əzbərlənmiş sözlər toplusu deyil. O, həyatın özü, qəlbin nuru, ruhun qidası, dar vaxtların təsəllisidir. Hafiz Quranla nəfəs alır. Onunla düşünür, onunla yaşayır. Uca Allah buyurur ki, İnnə hədəl Qur'ənə yəhdi lillətihi aqvam. İsra surəsinin 9-cu ayəsində buyurur, Əl-əyə, həqiqətən bu Quran ən doğru yola yönəldir. Yəni, Quran insanın yolunu düzəldən, qəlbini dirildən, ruhunu islah edən bir nurdur. Onu qəlbində daşıyan insan artıq təkcə məlumat sahibi deyil, eyni ilə Allahın kəlamı ilə yaşayan bir bəndə olur. Quranla yaşayan insan onu itirməyin ağırlığını da çox yaxşı anlayır. Çünki Quran qəlbdə olduqda insana bir rahatlıq, bir arxayınlıq və izah olunmaz bir sevinç bəxş edir. Amma o nur zəiflədikdə qəlbdə bir boşluq hiss olunur. Ona görə də İslam alimləri deyiblər ki, qəlb Quranla dirilər, dil onunla gözəlləşər və həyat onunla bərəkət tapar. Yəni, Quran insanı yalnız ibadətdə deyil, düşüncədə, davranışda və həyatda da ucaldar. O, yəni insanı adi bir həyat tərzindən çıxarıb Allahla bağlı bir həyatın içine aparar. Bu səbəblə də hafizlər əslində böyük bir nemətin əmanətçiləridir. Onlar Allahın kəlamını sinələrində daşıyır və onu qorumaqla ən şərəfli yükü öz üzərlərinə götürürlər. Və sonda Allah Subhanahu taala'dan istəyirəm ki, Allah Subhanahu taala bizləri də Quranla yaşayan, Quranla dirilən və Quranla ömür sürən qullarından etsin. Allahumma amin. Vəsselamu aleykum və rahmetullahi və barakatuhu.